Loqaritma kök altda 3 əsasdan deməli loqaritma 2 əsasdan 8-in kubu. Əvvəlcə bu ifadədə loqaritma 2 əsasdan 8-i sadələşdirək. Olur belə. Loqaritma kök altda 3 əsasdan loqaritma 2 əsasdan 2 üstü 3 bərabərdir. Loqaritma kök altda 3 əsasdan kub. Buradakı 3 qarşıya keçsin. 2. Bu ifadə bizə 1 verir. Loqaritma 2 əsasdan 2 1 verir. Yerdə qalanları sadələşdirək. Loqaritma kök altda 3-ü deməli 3 üstündə neçə yaza bilərik? 2-də 1. Çünki əsasında 2 var. Burada da kubdur 3 bərabərdir. Burada bunun qüvvətində heç nə yoxdursa 1 var. Həmin 1-i bölürük 2-də 1-ə. 1 bölə 2-də 1. Loqaritma 3 əsasdan 3 kub. Bu da bərabərdir. Deməli 1-i 2-də 1-ə böləndə 2. Loqaritma 3 əsasdan 3. Bu ifadə bizə 1 verir. Loqaritma 3 əsasdan 3. Amma bu kub hamısına əsaslanır. Yəni 2-nin də kubudur. Eləyir 8. Niyə həmin bunda kub olur? Çünki axı bu kubuydu. Ümumi loqaritmanın kubuydu da, düzdür? Bu 2 hardan gəldi? Bax bu 2-də 1 hardan gəldi? Bu ifadədən. Bax buradan. Düzdür? Deməli o kubdan, o kub olan hissədən çıxdı o 2-də 1. 1 bölü 2-də 1 həmin o kub olan hissədən çıxdığına görə, ona görə də ümumi 2-də 1 bölü 2-də 1 2 eləyir. Bax 1 bölü 2-də 1 2-nin 2 eləyir bu ifadə. Amma yuxarıda kubu olduğuna görə 2-nin kubu eləyir 8.